zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında və təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydalarının təsdiq edilməsi haqqında qərarlarda dəyişiklik edilib. Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əlasadov qərar imzalayıb. Dəyişikliyə əsasən, hərbi və xüsusi rütbəli şəxslərin 1992-ci ilin yanvarın 1-nədək olan xidmət müddətinin hesablanması, hərbi qulluqçuların pensiya təminatı haqqında STR qanununa, uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında SSR Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında SSR Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Həmçinin 2026-cı il 1 yanvar tarixinədək xidmət müddətinin hesablanması isə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Bu qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.